Kimin ərindəndir? Qəhi, biz bala dünyaya gətirib. Yorumların biri 1 qəpikdən. Dollar Kazino çox sağ ol. Məni bunu götürüb soxurdunuz ürəyimin başına belə. Uşağı gəldiyi yerə qaytarmışdınız. Bax, Quran haqqı, bax. Bu bərəkətdən oynası yoxdur. Bax, bu bərəkədə and olsun. Mən əgər o bir nəfər kimi gedib biz doğsaydım kiminsə ərindən, özü də hələ ərə gedib boşanıb qayıtmışam. Yəni biz doğmağa haqqım var da. Düzdür? Hələ bu ailə qurmayıb, ərə getməyib, toy doğmayıb, biz dünyaya gətirib birinci uşağını. Hamı yaxşı deyir amma. Amma mən eləsəydim onu. Quran haqqı, mən öldürmüşdünüz burada. Day, siz məni respublikadan, day, yol axtarardınız ki, biz bunu tutturaq içərdə biz doğub, biz dünyaya gətirib. Mən yazıq. Gelib ərimdən uşaq doğmuşam, zaksım, kəbinim. Zülümlə, əziyyətlə 12 yaşa kimi uşaq boya boşa çatdırmışam. Bütün günü söyüşün biri 1 qəpikdən. 1 qəpikdən kimin ailəsini dağıtmışam, hansı evli kişi ilə oturub durmuşam, kimi tutturmuşam, kimin iş verənliyini eləmişəm, kimin pulunu yemişəm, kimi atmışam, kimi şantaj eləmişəm, hansı birini eləmişəm, nə istəyirsiniz məndən, qoyun yaşımda. Sizin əlinizdən bütün günü içə-içə day, ciyərim də dağılır, öləcəm, uşağım o qalacaq çöldə, küçələrdə qalacaq. Qoyun yaşayım. Hələ mən halalca uşaq doğa-doğa Quran and olsun, burada bilirsiniz nə yazırlar? Bizdir, ay nə bilim nədir. Hələ ərimdən doğmuşam. Gərək insanın bəxti talihi ola, gərək insanın bəxti ola. Bəxtin olsun bu həyatda, naxışın olsun. Adın çəkməyəcəm kimdir, adını çəkməyəcəm, bilənlər bildiyi, doğub onun öz şəxsi həyatıdır, o özü bilər. Siz yəni normal baxırsınız şəhər qızlarının gedib biz doğmağına. Normal baxırsınız.